Qış aylarında bir çox xanımların ortaq problemi üz dərisinin quruması, qabağı verməsi və dartınma hissi olmasıdır. Bunun əsas yaranmasının iki səbəbi var. Dərinin həm daxildən, həm də xaricdən susuz qalmasıdır. Daxildən suyu bərpa etmək üçün gün ərzində 2 litr, hətta 2 litrdən artıq su içmək lazımdır. Təbii ki, bunu həkimlərimiz daha yaxşı bilir. Çünki suyun içmə miqdarı həmən şəxsin kilosuna görə artıb azala bilər. Xaricdən suyu bərpa etmək üçün gün ərzində 2 dəfə üzünüzü yaxşı şəkildə nəmləndirirsiniz. Səhər və axşam üzünüzü yuduqdan sonra nəmləndirici krem istifadə edin. Əgər üzünüz qurudursa quru üz dərisi üçün, yağlıdırsa yağlı üz dərisi üçün, həssasdırsa həssas üz dərisi üçün nəmləndirici krem seçməyiniz vacibdir. Bunlar ilə yanaşı, üzünüzə sərt skrab etmirsiniz, tərkibində spirt olan heç bir məhsulu istifadə etmirsiniz, isti su ilə üzünüzü yumursunuz və üz dərinizə uyğun olan məhsuldan istifadə etmirsiniz. Bu eyni zamanda üz dəri bariyerinizi zəiflədə bilər, üzünüzdə qızartılar yarada bilər. Bütün bu dediklərimi əməl etsəniz və həftədə bir dəfə səhifəmdə quru üz dəriləri üçün olan maskalardan istifadə etsəz, əminəm ki, bu problemin hamısı aradan qalxacaq. Bu qədər xanımlar, başqa sizi narahat edən suallar varsa videonun altında şərh olaraq qeyd edə bilərsiniz.